xatirələr. İndi mənə şirin gələr ötən acı xatirələr. Gah ağlayar, gah da gülər qəlbimdəki xatirələr. İndi mənə şirin gələr ötən acı xatirələr. Qəlbimdəki xatirələr. Özün getdin, sözün qaldı, bağçalarda izin qaldı. Özün getdin, sözün qaldı, bağçalarda izin qaldı. Gah ağlayar, gah da gülər qəlbimdəki xatirələr. İndi mənə şirin gələr ötən acı xatirələr. Gah ağlayar, gah da gülər qəlbimdəki xatirələr. İndi mənə şirin gələr ötən acı xatirələr. Deməli, keçmiş Ağdamın, təkrarladım, bayaq dedim, populyar bir məskəni, mərkəzi icra hakimiyyəti, hər səfər icra hakimiyyəti deyirəm, Raykomun binası. Bax, burada yerləşirdi. Tamamilə yer üzündən silinib, yoxdur. Belə dağılıb, o bloklar zadlar görünür. Ondan burada üzbəüz 3 mərtəbə yaşayış binası var idi. Sonra onun böyründə üzümçülər evi deyilik, ora var idi. Onun arxası, bax o gördüyünüz yer bulvardır. Böyründə də Letni kino teatr var idi. Heç bir şey yoxdur. Yeni Ağdam salınır. Bura poçtun yeri idi. Mənim də papam neçə il burada işləyib. Burada poçt idi. Ağdam rayonun mərkəzi poçt. Sonra köçdü bizim küçənin başına Murad Bəyliyə. Yenisi tikildi orada. Papam da getdi orada işləməyə. Burada poçtun yeridir. Yeni binalar tikilir. Burada qəşəng hovuzlar var idi. Yumru, dairəvi, söyüd ağaçları, fəvvarə, fontan. Orada qabaqda Dostluq kino teatrının yeridir. Orada bir köhnə tikili görünür. Bax, ora səhv eləmirəmsə bağça idi. Çünki onun yanında da mənim sinif yoldaşlarım yaşayırdı. O vaxtı Ağdam konserva zavodunun direktoru vardı, Rafael müəllim. Onun qızı bizlə oxuyurdu, Mətanət o da orada yaşayırdı. Bax, o bağça, oradan da 20 yanvar küçəsi 5 mərtəbəyə tərəf yol gedirdi. Bura bulvarın yeridir. Gedib yumruq karusel vardı. O dövrdə Azərbaycanda tək-tək idi, 3-4 dənə şəhərdə vardı, Bakı daxil olmaqla. Biri də Ağdamdaydı. Bulvar idi, orada Dom Pioner idi, onun aşağı tərəfi. Uca görünən yenilər 20 yanvar küçəsinin sol tərəfidir, keçmiş Kommunist küçəsinin sol tərəfi. Sonra da poçtdan sonra əmək evi idi. Sonra axırda prezident aparatı tikilmişdi, oraydı. Sonra da bax, o qarşı tərəfdə də Elxan putkası var idi, marojdan oradan alırdıq. Burada Ağdamın çörək muzeyidir. Möhtəşəm bir muzeyiydi. Eskişehirdə birinci yerdəydi. Dünyada ikinci yerdə çörək muzeyinə görə. Bura Ağdam hələ işğal olunmamışdan raket atəşinə məruz qaldı, düşmüşdü bura. YouTube'da videolar da var. Onun girişi oradan idi. Onun o tərəfində, o İncilin yanında Sümbül kafesi deyildik. Uşaq vaxtı biz də gəlib oturmuşuq. Bax, köhnə şəkillər də var burada. Sümbül kafesi idi. Oturmuşuq burada vaxtı ilə. Qəşəng ortada bir hovuz var idi, balaca. Böyündə başında oturdum, kupelər də var idi, Sümbül kafesi.
Bununla üzbəyüzdə bax təxmini ola bilər indi sağa sola yeni proyektdə adam biraz yadından çıxardır. Mənim atamın xalası gil olurdu. Südavi nənəgil, Aptek Vaqif, Hacı, oğlu Qabil. Bax onların evi idi. Onun da arxası şəhərdə bir dənə vin zavod vardı, o da oradaydı. Məşəd Abbas küçəsindəydi qapısı. Çənlər amma bu tərəfdən görünürdü. Bax indi yeni tikililərin yerində. Bu da Ağdam çörək muzeyi idi. Azizim keçmə məndən, çay məndən, çeşmə məndən. Azizim keçmə məndən, çay məndən, çeşmə məndən. Baxmayarlar sözünə, cavanam keçmə məndən. Baxmayarlar sözünə, cavanam keçmə məndən. Azizim sinisini, doldur ver sinisini. Azizim sinisini, doldur ver sinisini. Mənə öz yarım gərək, neynirəm özgəsini. Mənə öz yarım gərək, neynirəm özgəsini. Gedərəm gedən olsam, göz yaşım silən olsam, məhəbbət yaxşı şeydir, qədrini bilən olsam. 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 Toxic love, look how you make me happy. You take a hold of me. You take a hold of wish I could give you up, but you're my new favorite drug. Enter into my blood, run with my toxic love. Look how you make me happy. You take a hold of me. You take a hold of me. You take a hold of me. Look how